Buyurun. 13 yaşındaki bir yetişkinliğe yaşına çatmamış bir uşağı 24 yaşındaki bir oğlanla evlendirirlər və dünyaya bir uşaq gətirir. Buna normal deyirlər. Amma məsəl üçün də burada çəkiliş edirsiniz. Bəzi adamlar gülür, keçir lağa qoyur ki, metronun içində bu nədir çəkirsiniz. Buna pis baxırlar. Amma bir uşağın dünyaya uşaq gətirməsinə tam olaraq normal baxırlar. Əgər sevəcəksə, ona qayğı verəcəksə, çünki bir bitkinin belə sevgiyə ehtiyacı var. Mənim bu həyatda ən böyük istədiyim, ən çox istədiyim şey ata sevgisi olub. Mənim varım olub, amma verməyib. Yəni siz olun, evladlarınıza hər zaman sevgi verin. Məsəl üçün 9-a qədər oxumuşam. Mən 14 yaşımdan bəri işləyirəm. Hal-hazırda mənim 18 yaşım var. Məncə evladlarınızı kimsəsiz qoymayın. Mən özüm də nişanlı olmuşam, nişanı atmışam da. Mən ailəm məcburi. Yəni məcburi deyəndə necə deyim? Bəzi səbəb. Neçə yaşın var? Hal-hazırda 18. Yəni mən də 16 yaşımda nişanı atmışam. Mənim tam 3 ilim gedib. Siz olun, evladlarınızın həyatını yandırmayın. Çünki böyüyəndə evlad deyəcək ki, mənim bu halda olmamın səbəbi tək ailəmdir. Heç vaxtı evladlarınızı evləndirmək üçün tələsməyin. Onlara gözəl gələcək bəxş eləyin. Mən sizə alqışlayıram. Mən də səni alqışlayıram. Yaşıma görə çox böyük düşünürsən. Gəlsəm də qucaqlayım. Mən sənə. Möhkəm ol. Həyat belədir, neyini? Çətindir.